Azərbaycan Türk eposu xalqımızın yalnız söz yaddaşı deyil, həm də mənəvi varlığının, tarixi düşüncəsinin və milli kimliyinin güzgüsüdür. Dədə Qorqud bizə kim olduğumuzu, hansı mənəvi köklərdən gəldiyimizi xatırladır. Onun boylarında el birliyi, ağsaqqal sözü, qəhrəmanlıq, ailə müqəddəsliyi və sözün mənəvi qüdrəti yaşayır. Koroğlu xalqın azadlıq istəyini, haqsızlığa boyun əyməyən ruhunu, mərdlik və mübarizə əxlaqını təcəssüm etdirir. Eşq dastanları isə göstərir ki, insanın ucalığı yalnız qılınc və güc deyil, həm də sevgi, sədaqət və mənəvi dözümdür. Bu eposların dünəni xalq yaddaşıdır. Bugünü elmi yerindən dəyərləndirmə və müasir oxunuş mərhələsidir. Sabahı isə rəqəmsal arxivlərdə, təhsil proqramlarında, sənəd layihələrində, beynəlxalq mədəniyyət məkanında yaşamaq imkanlarıdır. Əgər biz bu irsi yalnız muzey eksponatı kimi deyil, canlı düşüncə qaynağı tək qəbul etsək, Azərbaycan eposu gələcək nəsillər üçün mənəvi güc mənbəyinə çevriləcək. Çünki Dədə Qorqudun sözü, Koroğlunun qeyrəti, gücü, eşq dastanlarının paç sevgisi bu xalqımızın yaddaşında yaşadıkça bizi öz köklərimizə, öz kimliyimizə və öz sabahımıza bağlayacaq.